tələbələr özləri ilə soyuq silah da keçirə bilər içəri. Bıçaqlanma hadisəsindən sonra Xəzər Universitetində təhlükəsizlik məsələsi hələ də aktual olaraq qalır. Elə bununla bağlı barometr olaraq Elm və Təhsil Nazirliyinə məsələ ilə bağlı müraciət etdik. Nazirliyin tərkibindəki Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirildi ki, ali təhsil müəssisələrində təhlükəsizlik tədbirlərinin təşkili və bu sahədə daxili nəzarət mexanizmləri hər bir universitetin daxili qaydalarına əsasən formalaşdırılır. Təhlükəsizlik, giriş-çıxış rejiminin tənzimlənməsi, texniki vasitələrlə təminat və digər bu kimi məsələlər birbaşa Ali Təhsil Müəssisəsinin məsuliyyət dairəsinə aiddir. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi olaraq biz ali təhsil müəssisələrində ümumi qayda və prinsiplərin formalaşdırılmasına nəzarət etsək də, konkret təhlükəsizlik tədbirləri ilə bağlı qərar və onların tətbiqi hər bir universitetin rəhbərliyi tərəfindən həyata keçirilir. Hər hansı insident baş verdikdə, ali təhsil müəssisələrinin həmin hadisəyə operativ reaksiya verməsi, hüquq mühafizə orqanları ilə əməkdaşlıq etməsi və gələcəkdə bu kimi halların qarşısını almaq üçün daxili nəzarət mexanizmlərini təkmilləşdirilməsi vacibdir. Qeyd edək ki, universitetin 3-cü kurs tələbələri 20 yaşlı Fərid Əliyev və Məhəmməd Vəlizadə arasında insident baş verib. Bu zaman Fərid universitetə gətirdiyi bıçaqla Məhəmmədə bel və ayaq nahiyəsindən xəsarətlər yetirib. Elə bu hadisədən sonra Xəzər Universitetində təhlükəsizlik məsələsi gündəmə gəlib.